Salam, hörmətli izləyicilər. Mən bugün sizinlə nəvəmin ən çox sevdiyi yemək olan makaron bişirəcəm. Makaronu bişirmək üçün ilk öncə suyu qaynatmışam. İndi isə makaronu və duzu tökərək qoyuram ki, bişsin. Makaron artıq bişmişdir. Mən indi onu süzürəm. Və heç gözlətmədən yağ salınmış qazana makaronu tökürəm və qarışdırıb 10 dəqiqəlik dəmə qoyuram. Artıq makaronumuz hazırdır. Çox gözəl, dən-dən, bir-birinə yapışmayan bir makaron alındı. İndi mən onu servis edirəm. Nəvəmin ən çox xoşladığı yeməkdir. Və üzərinə də hazırladığım kotleti əlavə edirəm. Yiyəcək və hazırlayacaq hər kəsə nuş olsun. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın.